Minalar və müharibənin partlayıcı qalıqları insanlara ölçüyə gəlməz əziyyətlər verməkdə davam edir. Sülh və təhlükəsizliyə davamlı təhlükə yaradır. Minalar insan həyatı üçün bilavasitə təhlükə törətməklə yanaşı, ətraf mühitə zərər vurur, böyük torpaq sahələrini yararsız hala gətirir, kənd təsərrüfatı məhsuldarlığına mane olur və ekosistemləri pozur. Bu təhlükələri aradan qaldırmaq və torpağı tam, həyati potensialını bərpa etmək kimi əsas vəzifəmiz var. Bunun üçün siyasi iradə, texnoloji innovasiyalar, ictimaiyyətin iştirakı və beynəlxalq əməkdaşlığı birləşdirən kollektiv fəaliyyət və vahid yanaşma tələb olunur. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan mina təhlükəsi ilə mübarizəyə əsaslanan və mina və partlayıcı sursatlarla çirklənməklə mübarizənin vacibliyini vurğulayan milli təşəbbüs olan 18-ci dimi qəbul edib. Bu məqsəd Birləşmiş Millətlər Təşkilatının 17 rəsmi dayanıqlı inkişaf məqsədlərinin bir hissəsi olmasa da, ölkənin regiondakı tarixi münaqişələrə görə əhəmiyyətli olan mina və partlayıcı sursatların yaratdığı xüsusi problemlərin həllinə sadiqliyini vurğulayır. Azərbaycan hökuməti COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, mina təhlükəsi və onun ekoloji təsirləri ilə bağlı daha geniş çağırışlara öhdəçilik həmişəkindən daha aktualdır. Buna görə də bugünkü konferans və qarşıdan gələn COP29 bir-biri ilə sıx bağlıdır. Hər ikisi ətraf mühitin dayanıqlığı və iqlimə davamlılıq üçün transformativ fəaliyyətlərə diqqət yetirir. Beynəlxalq əməkdaşlıq minaların ətraf mühitə təsirini azaltmaq üçün digər mühüm komponentdir. Qarşılaşdığımız çağırışlar qlobal xarakter daşıyır. Hökumətlər, beynəlxalq təşkilatlar, QT-lər və özəl sektorla tərəfdaşlıq vasitəsilə biz daha böyük təsirə nail olmaq üçün resursları və təcrübəni birləşdirə bilərik.